Salam. Belə bir məsələnin izahına baxaq. Bakıdan yerli vaxtla 12:00-da 270 dərəcə azimutla uçan təyyarənin 3 saatdan sonra yerə endiyi məntəqədə də yerli vaxtla 12:00-dur. Bu məntəqənin yerləşdiyi saat qurşağını istəyirik bizdən. Deməli, Bakıda 12:00-dur və təyyarə havaya qalxır, 3 saat havada qalır və 3 saatdan sonra yerə endiyi məntəqədə də saat 12:00 olur. Bu məntəqənin yerləşdiyi saat qurşağını tapaq. 270 dərəcə azimut hansı tərəfi göstərirdi? Qərb istiqamətini. Deməli, Bakıdan qərbə tərəf uçub təyyarə. Neçə saat havada qalır dedi? 3 saat. Demişdik, 1 saata neçə dərəcə gedir? 15 dərəcə. Bəs 3 saata neçə dərəcə gedər? X dərəcə. Buradan X-i tapsaq, 3-ü vurarıq 15-ə, 45 dərəcə. Deməli, təyyarə 45 dərəcə hərəkət edibdir və qərb istiqamətində. Bakı yerləşir 50 şərq uzunluğunda. 50 şərq uzunluğundan 270 azimutla, yəni qərbə tərəf 45 dərəcə gedirsə, hara çatar? 5 şərq uzunluğuna çatar. Burada 0-cı meridian Greenwich meridianıdır. Deməli, məntəqə harada yerləşir? 5 şərq uzunluğunda. Burada da yerli vaxtla saat 12:00-dur. Yəni, həmin məntəqə ilə Bakı arasında 3 saat fərq olduğunu göstərir. Bizdən saatı soruşmur, yerləşdiyi saat qurşağını soruşur. 5 dərəcə şərq uzunluğuna çatdısa, bu 5 dərəcə şərq uzunluğu hansı saat qurşağının tərkibində qalır? 0-cı qurşağın. Çünki 0-cı qurşağın sərhədlərinə baxsaq, 7,5 qərb uzunluğu, 7,5 şərq uzunluğu və 5 dərəcədə bunun mərkəzində qaldığı üçün, deməli, çatdığı məntəqənin saat qurşağı 0-cı saat qurşağı olarmış.